İnanc insanı ucaldır, amma bəziləri ilahi sevgini xarici bir dövlətin siyasi fanatizmi ilə səhv salır. Müqəddəsliyi Tehranda axtarıb öz vətəninə yadlaşanlar. Bugün Yaxın Şərqdə od püskürür. ABŞ və İsrail qarşısında amansız bir müharibəyə girən İran nədənsə acizliyinin qəzəbini qardaş dediyi Naxçıvanın dinc səmalarından çıxarır. Biz o böyük, çirkin müharibələrin tərəfi deyilik. Amma Şəkərabad kəndində məktəbin yanına düşən o mərmi, din qardaşlığı maskası taxan bir rejimin mülki insanlara necə qəsd etdiyinin sübutudur. Əsil dindar hər şeydən əvvəl haqqın və vətəninin yanındadır. Bəs qonşunun atdığı o terror bombalarına bəraət qazandırmağa çalışanlar daxillərindəki bu mənəvi çürüntünü necə izah edəcək? Azərbaycan nə qərbin poligonu, nə də şərqin təzyiq alətidir. Özünü müqəddəs adlandırıb suveren torpağımıza uzanan hər bir əl fərqi yoxdur kimdir. Qarşısında dəmir yumruq görəcək. Artıq illüziyalar bitdi. Diplomatlar geri çağırılır. Sərhədlər bağlanır. Heç bir uydurma həmrəyliyin nağılı dövlətimizin təhlükəsizliyindən üstün ola bilməz. İnanc qəlbləri təmizləmək üçündür. Başqa ölkələrə qul olmaq üçün yox. Öz vətəninin övladları vurularkən susanlar heç vaxt ilahi ədalətdən danışa bilməzlər. Mühakimə sənindir.